16 dekabr 2025-ci ildə 128 nömrəli məktəbdə Şəhid Xəyyam Əliyev adına sinifin açılışı oldu. Tədbirdə şəhidin atası Əlixan Əliyev, anası Nalə xanım, həyat yoldaşı Xəyyalə xanım və oğlu balaca Əlixan iştirak edirdi. Şəhidimizin atası bir ata kimi, bir baba kimi, bir şəhid atası kimi, vətənpərvər, ziyalı bir insan kimi uşaqlara öz tövsiyələrini verdikdən sonra məktəbə, həmin sinifə öz hədiyyələrini təqdim etdi. Məktəbin direktoru Sədaqət Əliyeva şəxsən hədiyyələri qəbul edərək şəhid atasına minnətdarlığını bildirdi. Daha sonra Şəhid Xəyyam Əliyev üçün yazılan mətnlər, məqalələr, şeirlər şagirdlər tərəfindən səsləndirildi. Ya azad ol, ya zamdan keç. İki yoldan birini seç. Azadlık şərabını iç. İgid əsgər möhkəm dayan. Salam vətən, salam ona, çətin gündə birisina. Qanla vətərək qana. İgid əsgər möhkəm dayan. Şəhid qanı axan torpaq, yad ayaqda olmaz tapda. Düşmənlərin qan susacaq. İgid əsgər möhkəm dayan. Mərdin yazdığı hansı ki biz tədbirə gəlmişdik, orada olan şeylərdən çox o qədər təsirlənmişdi, hamımız təsirlənmişdik. Hətta orada uşaqların bir sözü oldu. Dedi ki, müəllim, biz orada deyir, o deyir əmini, elə bildik ki, biz öz doğmamızdır. Hətta biz Sədaqət müəllimlə bu haqda danışdıq ki, inanın ki, orada yaşananlar sizi bizim üçün yəni yad idiniz də, biz sizi tanımırdıq. Amma o qədər doğma, hamı özünə bir ata, baba, əmi, dayı elə hissələrdi həqiqətən də, oğlunuzu da, sizi də. İndi Ömər, Joe Mərdin yazdıqlarını Ömər səsləndirəcək sizə. Hər insanın ürəyində bir qəhrəman olur. Bəzən bu qəhrəmanlar filmlərdə gördüyümüz süper qəhrəmanlar olur. Bəzən isə həyatda yaşayan, bizim üçün döyüşən insanlar. Mənim qəhrəmanlardan biri də Xəyyam Əliyev. Vətən yolunda canından keçən igid şəhidimiz. Mən Xəyyam Əliyevi şəxsən tanımıram. Amma onun haqqında oxuyanda elə bil onu uzun illərdir tanıyıram. Deyirlər ki, güləriz, mehriban və mərd biri olur. Uşaqları çox sevirmiş. Hətta qəhrəmanların uşaqları, qohumların uşaqları onu görəndə qaçıb boynuna sarılarmış. Amma Xəyyam Əliyev yalnız sevimli biri deyildi. O vətən üçün qorxmadan döyüşən, güclü və cəsur bir əsgər idi. Mən təsəvvür edirəm ki, səngərdə dayananda külək onun üzünə vurur. Amma o heç nədən çəkinməyir. Çünki o bilirdi ki, arxasından bir millət dayanır. Analar, atalar, uşaqlar dayanır. Bəzən fikirləşirəm ki, o da mənim yaşımda olanda bəlkə də futbol oynayıb dostları ilə gülüb gələcək planları qurur. Amma böyüyəndə ən böyük xəyallarından biri vətəni qorumaq olur və o bu arzusunu ən böyük zirvəyə qaldırır, şəhidlər zirvəsinə. Mən Xəyyam Əliyevi düşünəndə çox qürurlanıram. Çünki bilirəm ki, onun kimi igid, mərd, cəsur şəhidlər olmasaydı, mən bu gün rahat məktəbə gedib gələ bilməyəcəydim, isti evdə otura bilməyəcəydim.
Onlar sayəsində vətənimiz rahat nəfəs alır. Mən böyüyəndə Xəyyam Əliyev kimi cəsur olacam. Qorxmaz, dürüst və vətəni sevən bir gənc olacam. İgid əsgərimiz Xəyyam Əliyev 17 dekabr 1990-cı ildə anadan olub. 30 noyabr 2022-ci ildə isə şəhid olub. Amma onun adı həmişə ürəyimdə olacaq və mən onu heç vaxt unutmayacağam. Allah təşəkkürlərinizi rəhmət eylesin. Çok sağ olun. Çoğunlar da sağ olsun. Bir de zahmet olmasa xəstədir. Yani müəllimlər. Onu bunu çoğunlarda çatdırarsın zahmet olmasa. Çox sağ olun. Çok sağ olun. Allah saklasın. Vətəninə, xalqına layiq xidmət edəcək, inanırıq inşallah. Allah sizə can sağlığı versin. Məktəbə, sonra ali məktəbə, sonra da sevib seçdiyi peşəsinə sahib eləmə, siz onun yanında olasınız. Nəzəkində arkasındasınız. Qismət, Allah qismət eləsin. Arzularınız için olsun. Biz də o arzulara qoşulmuşuq. Allah sizə ömür versin. Allah xanına səbir versin. Siz dediniz kimi, o müəllim ordusunun bir mailləsiniz. Nə qədər çətin bir peşə, yəqin ki, bilirsiniz, biz də o işin içərisindəyik. Amma bütün gücümüzlə, qüvvətimizlə vətənpərvər yetişdirməyə çalışırıq. Uşaqlar özləri hiss olur ki, daha həvəslidir, siz dediniz ki, yaşırlar. Çox sağ olsun. Mən qeyd edim, hamının uzun uzadı yazısı var idi. Biz xahiş elədik ki, qısa edin ki, vaxtlarınız çox almayaq. Çünki orada da istəyirik ki, siz danışasınız qəhrəmanımızı müəyyən hissəsiz. Məktəbin 2700-ə yaxın şagirdi var, amma biz çalışacaq orada 3-4 sinif olsun ki, sizi dinləsinlər. Yəni, yaddaşlarını oxur onda. Mən dediğim kimi, öz ailəmizin üzvü bilirik sizi. Bir daha xoş gəlmişsiniz deyirik. Nə vaxt istəsəz, məktəbimizin qapısı açıqdır. Tədbirlərimizə, yəni istədiyiniz vaxt, bir danışmaq istədiyiniz, bir bölüşmək istədiyiniz vaxt sizi gözləyirik. Sağ olun, bravo. Buyurun. Çox sağ olun. Daha sonra tədbir məktəbin akt zalında davam etdirildi.